İmam Sadiq əleyhissalam buyurur ki, bir gün Peyğəmbərimiz Əli əleyhissalama nəsihət elədi. İslam Peyğəmbəri Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalama nəsihət elədi. Buyurdu ki, Ya Ali, usikə fi nəfsik bi xisalin fəhfəsha anni. Buyurdu ki, ya Əli, sənə neçə xislət, neçə xüsusiyyəti vəsiyyət eləyirəm, tövsiyə eləyirəm. O xüsusiyyətləri eşit məndən və çalış qoruyasan. Sümmə qal, Allahümmə ə'inhu. Sonra buyurdu ki, İlahi, müvəffəq elə ki, Əli bu eşitdiklərini qoruya bilsin. Ondan sonra bu xüsusiyyətləri sayır. Mən bir neçəsini bugün sizlər üçün oxuyub tərcümə eləmək istəyirəm. Əmməl əvla fəssidqu və la yəxrucənnə min fikə kizbətun əbəda. Buyurur, birincisi doğruluqdur. Sənə doğru olmağı nəsihət eləyirəm. Heç zaman sənin dilindən yalan söz çıxmasın. Deyə bilərsiniz ki, Əli əleyhissalam heç vaxt yalan danışmazdı. Niyə Peyğəmbər Əli əleyhissalama bu nəsihətləri eləyir? Cavab budur ki, Peyğəmbərin vəzifəsi dini kamil şəkildə hamıya çatdırmaqdır. Onun əməl eləməsi, eləməməsi o öz yerində. Peyğəmbərə də bəllidir ki, Əli əleyhissalam bunlara kamil şəkildə əməl eləyir. Amma Peyğəmbər bir Peyğəmbər kimi öz vəzifəsinə kamil əməl eləməlidir və lazım olan şeyləri hamı üçün sadalamalıdır. Bu nəsihət çox əhəmiyyətlidir. Birincisi ona görə ki, bunu Peyğəmbər Əli əleyhissalama danışıb. Peyğəmbər məxluqatın əşrəfi, ən üstün şəxs və ən sevdiyi adam, ən üstün insan Peyğəmbərdən sonra Həzrət Əlidir. Bu nəsihətləri Peyğəmbər Həzrət Əli əleyhissalama deyib. Ona görə bu nəsihətlər çox dəyərlidir bizim üçün. İkincisi ona görədir ki, Peyğəmbər çox əhəmiyyətli şəkildə danışıb bunu. Danışığında olan cümlələrə baxanda görürsən, çox təkidlə deyir Əli əleyhissalama. Və nə ilə başlayır? Başlayır bununla ki, yalan danışmaq olmaz. Düzgün danış, doğru danışan ol. Bu ümumiyyətlə insanlara nəsihətdir. İslamın buyurduğu tövsiyədir. Yalan ağıl və şəriət tərəfindən qadağan olunmuş əməldir. Ağıl da deyir, yalan pis sözdür. Yalan danışan da, yalan danışan vaxtı görürsən içində bir əzab keçirdir. Görürsən bəzən üzü də qızarır. Üzünün qızartısı onun vicdanının o danışdığı yalandan razı olmadığının nişanəsidir. Ağıl özü də yalanın pis olduğunu bizə bildirir. Və şəriət də bunu böyük günahlardan sayır. İnsanı rəzalətə, zəlalətə düçar eləyən günahlardan biri də yalandır. Bəzən görürsən bir dənə yalan səbəb olur ki, bir insan etimaddan düşsün. Bir yalanına görə ömür boyu o itirdiyi hörməti qazana bilmir da ona inanmırlar. Düz sözlə desə inanmırlar. Bir dəfə bir yalanın hesabına görürsən insan elə bir ziyan çəkir ki, ölənə qədər onun əvəzini qaytara bilmir özü üçün. Bəlkə heç bir şey yalan kimi insanın hörmətini aradan aparmır. Dünyada yalanın ziyanlarından başqa yalanın axirət ziyanları da var. İmam Sadiq əleyhissalamdan bir maraqlı hədis var bu barədə. Buyurur, İnnəllâhə əzzə və cəl cəalə liş-şərri əfqalən, əqfalən. Buyurur ki, Allah əzzə və cəl şərr üçün, pisliklər üçün qıfıllar qərar verib. Və cəalə məfatihə tilkəl əqfal əş-şərab. Allah bu qıfılların açarını şərab qərar verib. Yəni, elə bil ki, bütün pis xüsusiyyətlər, şərrlər, pisliklər bir evdə cəm olub. O evin qapısı bağlıdır. Bir adam istəsə o evə daxil olsun, o xüsusiyyətləri götürsün, onun qıfılının açarı içkidir, şərabdır. Şərab bütün pisliklərin açarıdır. Şərab insanı insanlıqdan xaric eləyən bir şeydir. Onun bir damcısı da haramdır. İçib özünü aparanlara halaldır o. İçib özünü aparana da haramdır, aparmayana da haramdır. O, insanlıqla bir yerə sığmır. O, hər baxımdan qadağandır. Amma dalıca bir söz buyurur Peyğəmbər. Buyurur,
Yalan şərabdan da pisdir. Yalan içkidən də pisdir. İnsan bu hədisin üzərində düşünə, bu mübaliğədir. Bu nəyinsə əhəmiyyətini artırmaqdır. Həqiqətən yalanın batini surəti şərabın batini surətindən daha pisdir, daha ağırdır. İmam Baqir əleyhissalam buyurur ki, Əl-kizbu huvə xərabul iman. Yalan insanın imanını viran qoyar, xarab eləyər. Görürsən, sirkə balı xarab eləyər. İmanı da xarab eləyən şey, hədis buyurur, o yalandır. İmanın evini bərbad eləyər. Bizim axirət saadətimizin bir rəmzi var. Axirətdə saadətə çatmaq üçün insan gərək imanla köçə dünyada. İmansız adama saadət yoxdur axirətdə. Yalan o imanı insandan almayana qədər insandan əl çəkməz. Yalan nəticəsində insan imansız olar. Şəxsiyyətini itirər, bütün fəzilətləri itirər, axırda iman da əlindən gedər, imansız ölər, dünyadan gedər. İmansız dünyadan gedən də ki, onun axırı çox qorxuludur. Peyğəmbər buyurur ki, sizin içinizdə mənə qiyamət günü ən yaxın olanlar və mənim şəfaətimə nail olanlar doğru danışanlardır. Əmanətə riayət eləyən, ən xoş xasiyyətliləriniz və cəmaata ən yaxın olanınızdır. Qiyamətdə Peyğəmbərə yaxın insanlar o insanlardır ki, düz danışan olublar. Peyğəmbərin xüsusiyyətlərindən biri budur ki, Peyğəmbər düz danışan idi. Peyğəmbər əmin idi. Peyğəmbər Səfa dağına çıxıb cəmaatı haqqa dəvət eləyəndə bir kəlmə söz dedi. Dedi ki, əgər mən sizə desəm ki, dağın o tərəfindən bir qoşun gəlir bizə tərəf hücum çəkir, inanarsınız yoxsa yox? Dedilər, şübhəsiz ki, inanarıq. Çünki sən yalan danışmamısan heç vaxt. Heç Peyğəmbərliyə çatmamışdan qabaqda. Dedi, onda mən deyirəm sizə ki, mən Allahın Peyğəmbəriyəm və qarşıdan gələn əzabla sizi qorxuduram. Onun doğruluğu o dərəcədə idi ki, ona əmin deyirdilər, əmin ləqəbi vermişdilər müşriklər özləri. Müşriklər, bütpərəstlər öz əmanətlərini gətirib Peyğəmbərin yanında qoyardılar. Peyğəmbərliyindən qabaq. O qədər doğru insan idi. Və Peyğəmbərliyin doğruluqla çox əlaqəsi var. Başqa bir hədis buyurur ki, yalan ribadan da pisdir. Riba bilirsiniz nədir? Faiz. Faizə sələm. Çox üzr istəyirəm, bir hədis mən İmam Sadiqdən oxuyuram, bu barədə hədisdir da, üzr istəyirəm sizdən. Buyurur İmam Sadiq əleyhissalam ki, bir dirhəm riba Allah yanında 70 dəfə Allahın evində, Kəbədə 70 dəfə Allahın evində öz məhrəmi ilə zina eləməkdən daha artıqdır bir dirhəm riba yemək. İmam Sadiq əleyhissalamın hədisi, Peyğəmbər də buyurur ki, yalan ribadan da pisdir, yalan faizdən də pisdir. Əli əleyhissalam buyurur ki, bəndə yalanı ya zarafatsa, ya ciddi şəkildə tərk eləməyənə qədər iman ləzzətini dada bilməz. Zarafatsa yalan danışmaq haramdır, məkruhdur. Amma istəyirsənsə imanın ləzzətini dadasan, hətta zarafatsa da gərək yalanı tərk eləyəsən. Peyğəmbər buyurur, Əbu Zərə vay olsun o kəsə ki, özündən bir yalan uydurur və o yalan vasitəsilə cəmaatı güldürür. Sonra 2 dəfə təkrar elədi. Buyurdu, vay olsun ona, vay olsun ona. O şəxsə ki, yalan vasitəsilə cəmaatı güldürür. Yalan söz danışır. Bu yalan barədə olan hədislər. İkincisi, əleyhissalama Peyğəmbərin nəsihəti buyurur, və saniyyətu əl-vərə'u və saniyyətul vərə. İkincisi, sənə vərə nəsiyyət eləyirəm. Vərə yəni pəhrizkarlıq, günahdan çəkinmək. Və lə təştərih alə xiyanətin əbəda. Və heç zaman xəyanət eləmə. Heç vaxtı, heç kəsə xəyanət eləmə. Sənə nəsihət eləyirəm ki, günahdan çəkin. Hətta günahın ehtimalından da çəkin. Günah ehtimal olunan yerdə sən olma. İmam Sadiq əleyhissalam bir səhabəsinə deyir ki, sənə vəsiyyət edirəm təqvanı, pəhrizkarlığı və ibadətdə ciddi olmağı. Bil ki, ibadətdə ciddiyyət, pəhrizkarlıq olmasa faydasızdır. Deyir, 2 şey sənə nəsihət edirəm. Bir, vacibləri yerinə yetir, ciddi ol. Namazın vaxtında qıl, əvvəl vaxtında. İbadətdə ciddiyyət elə, süstü ilə durub ibadət eləmə. İbadəti həvəslə elə, şövqlə elə, özündə ibadətə gözəl bir ruhiyyə yarat.
Yük kimi yerinə yetirmə ki, bu namaz qalıb çiynimdə, bunu tez qılım qutarım, biraz yüngülləşim. Biz deyirik, namazım qalmışdı, namazı qılandan sonra yüngülləşirik. Peyğəmbər Bilala deyirdi ki, dur məni dincəlt. Peyğəmbər namazda dincəlirdi. Namazı qılandan sonra yox, namaz halında dincəlirdi. Ona görə İmam Sadiq deyir, sənə iki şey nəsihət edirəm. Bir budur ki, ibadətdə ciddi ol. İbadətə barmaq arası baxma. Namazları, ibadətləri dəqiq yerinə yetir. Qəza ibadətləri, vacib ibadətlər, hamısını dəqiq yerinə yetir ki, öləndə boynunda vacib qalmasın. Və ya gündən ki, insan ölə qəza namazı qala, qəza orucu qala. Onların hamısı artıq sorğu-sual, artıq məəttəlçilik, yükdür, çətinlikdir insan üçün. Ona görə deyir, ibadətdə ciddiyyət, ikincisi də nədir? Pəhrizkarlıq. Ondan sonra buyurdu ki, əgər pəhrizkarlıq olmasa, heç ibadətdə ciddi olmağın da faydası yoxdur insana. Adam var, görürsən, namaz qılır, oruç tutur, ibadət eləyir, elə məscidin qapısından çıxandan günah eləyir. Namaz onda namaz olur ki, insanı günahdan saxlayar. Elə bir çantaya pul atırsan, aşağısı yırtıqdır, tökülür yerə. Günahdan çəkinmədən ibadət eləmək belə bir şeydir. Bir çanta sallamısan, pulu atırsan, aşağıdan düşür yerə, onun faydası yoxdur. Ondan sonra yırtığını tikəsən, o düşməyə az da olsa sənindir. Ona görə deyiblər ki, təqva ilə olan az əməl, təqvasız olan çox ibadətdən üstündür. 2 rükət namaz qıl, müstəhəb bir gündə namaz, vacibdən əlavə. Amma təqvan olsun. Ya heç istəyirsən, onu da qılma. Vacibləri yerinə yetir, amma günah eləmə. Bu daha yaxşıdır. Nəinki bütün müstəhəbləri, məfatihi qoyasan qabaq, dualardan oxuyasan, ibadətlərdən eləyəsən, amma təqva olmayasan da. Bundansa 2 rükət namaz daha yaxşıdır insan üçün. Daha faydalıdır. İndi bir adam da var ki, həm bunların hamısına da əməl eləyir, həm təqvası da var, o lap gözəldir, o əladır. Həm müstəhəblər, həm dualar, həm namazlar, bu işlərin hamısını da görür, təqvası da öz yerindədir, bu lap gözəl haldır. Allah Davud Peyğəmbərə deyir ki, çox hallarda elə bəndələr olur ki, namaz qılır, amma mən o namazı onların üzünə çırpıram. Çox namaz qılanlar var ki, namaz qılır, amma qıldığı namaz heç göyə qalxmır. Onun üzünə qayıdıb çırpıram. Allah buyurur. Mən onun səsini eşitməmək üçün qarşısında hicab tuturam. Yəni ki, mənası budur ki, onun səsindən xoşum gəlmir. Bir dəstə insan olacaq, Allah bir söz danışır burada, Davudu təəccübləndirir Həzrəti Davudu. Deyir Həzrəti Davuda ki, bir dəstə insan qiyamət günündə cənnətə gedənlərin içindən ayrılacaq. Onlara deyəcəklər ki, bunlar cəhənnəm əhlidirlər. Sonra bunları deyəcəklər ki, bunlar nə xüsusiyyətli adamlardır. Deyəcəklər ki, bunlar uzun uzadı gecə namazları qılardılar. Allah qorxusundan ağlayardılar. Amma Allah buyurar ki, onların mənim gözümdə heç bir dəyəri yoxdur, qiyməti yoxdur bunların. Davuda təəccüblü gəlir bu söz. Gecə namazı qılan, ağlayan. Qiyamət günündə Allah deyir ki, ayırın bunları, aparın cəhənnəmə, çünki bu ibadətlərin mənim üçün heç bir dəyəri yoxdur. Deyir, nəyə görə? Deyir, ona görə ki, onlar namazdan çölə çıxırdılar, bir naməhrəm qadın onların qabağında hazır olanda gözlərinə yəli eləmirdilər. Hazır idilər ki, ondan günah eləsinlər. Günaha hazır idilər. Bu namaz bunları bu günahdan saxlamırdı. Ona görə də bunların ibadətlərinin mənim yanımda heç bir qiyməti, heç bir dəyəri yoxdur. Bu bir, ikincisi də ki, alverdə alladardılar. Ən təəssüflü hal budur ki, 2 mömin bir-biri ilə ticarət eləyir, ortada nəsə bir problem çıxır. Bu çox təəssüflü haldır. Bu gərək baş verməsin. Buna heç bir bəraət, heç bir üzür yoxdur bu işə. Və Allah da Həzrəti Davuda bunu bildirir. Siz deyə bilərsiniz ki, bəs insan gecə namazı qılır, həm də günah eləyir. Bu necədir? Axı deyirlər, günah insanı gecə ibadətindən saxlayar. Deyirlər, insan günah eləsə heç sübh namazına dura bilməz. Nəinki gecə namazı. Amma bəzi insanlar var. Biri gəldi imamlardan birinə dedi ki, mən günahda eləyirəm.
Namaz da qılıram, gecə namazı da, sübh namazı da öz yerində. Dedi ki, sənin halın istidrac halıdır. İstidrac yəni belə bir haldır ki, Allah da nəzərinin üstündən çəkib səni. O adam ki, günaha görə gecə namazı qılanmır, o adam ki, günaha görə sübh namazı qıla bilmir, başa düşür ki, günah eləyib ayılmaq imkanı var. Amma sən bu yandan günah eləyirsən, bu yandan da ibadət eləyirsən, deməli Allah tam nəzərin üstündən çəkib ki, sən günah bataqlığında boğulduğu hiss eləməyəsən. Belə də hallar olur insanlar üçün. Ona görə ibadətin insanda təsirli olması üçün qəlbi gərək təmizləyəsən, günahdan uzaqlaşmasın, ibadətin vallah heç bir xeyri yoxdur insana. Hətta bəzən ibadət insanın tənəzzülünə səbəb olur. O misal deyirdi bir alim, deyirdi ki, nərdivanla dama da çıxmaq olar, quyuya da düşmək olar. Namaz bir dənə nərdivan kimidir ki, onu qoyursan, yuxarıda qalxa bilərsən, quyuya da sala bilərsən. Bəzən namaz insanı uçuruma aparır. Ona görə ki, namazı qoruyan təqvası yoxdur. Namaz qıldıqca biraz da təkəbbürlü olur, biraz da özünü pak, cəmaatını napak bilir. Namaz gəlib ki, insanın təkəbbürünü sındıra, bu namaz qılmaqla biraz da mənəmsiliyini, təkəbbürünü artırır. Ona görə ibadət insanın bəzən tənəzzülünə səbəb olur. Xoş o insanın halına ki, mələklər baxır, görür, ay keçir, gün keçir, il keçir, bundan bir dənə də günah qeyd eləməyiblər. Bax, bunu eləyə bilsə insan, onda məqama çata bilər. Və buna da elə gəlməsin sizə ki, bu mümkün olan şeydir. Onu şeytan bizə deyir ki, o mümkün olan şeydir. Allah heç kəsi daşıya bilmədiyi yükdən yükləməz. Quranın hamısına insan əməl eləyə bilər. Əməl eləyə bilməsəydi, Allah Quranı nazil eləməzdi insana. Bütün insanlar Qurana başdan ayağa əməl eləyə bilərlər. Bunlarda imkan var buna. Heç kəs bunu deyəməz ki, mən bunu bacarmazdım. Əgər bacarmazdınsa, onda Allaha zülm böhtan atırsan. Deməli, Allah daşıya bilmədiyin bir şeyi sənə nazil eləyib. Deməli, sən ona əməl eləyə bilməzdin. Əgər mələklər sənə baxa, aylar, illər keçəsən, günah eləməyəsən, onda başa düşərlər səhvlərini. Qalə Rabbukə lil-mələikə və iz qalə Rabbukə lil-mələikə İnni cailun fil ərzi xəlifə. Bəqərə surəsində var. Ki Allah mələklərə dedi ki, mən yer üzündə özümə xəlifə yaradıram. Heç kəsə Allah öz xəlifəm deməyib, insana deyib. Ki mən öz xəlifəmi yaradıram, Adəmi yaradanda dedi. Qalu, mələklər dedilər, ətəcəlu fiyha mən yufsidu fiyha və yəsfikud dima. Elə bir şey yaratmaq istəyirsən yer üzündə ki, fəsad törətsin, qan töksün. Və nəhnu nusəbbihu bihamdik. Biz sənə həmd edirik və nüqəddisu lək və sənə ibadət edirik. Allah nə cavab verdi? Allah buyurdu ki, qalə inni a'lamu ma la ta'lamun. Mən bildiyimi siz bilməzsiniz. Siz bunların bir tərəfini görürsünüz. Amma o biri tərəfindən xəbəriniz yoxdur. O bəndələr ki, günah eləmirlər, mələklər başa düşər ki, bax belələri də var imiş. Allah ki deyir deyəm, mən bildiyimi siz bilməzsiniz, bunları nəzərdə tuturmuş. Hədislərdə var ki, İmam Hüseyn əleyhissalamda Aşura günü can verən halda olanda Allah göyün hicablarını çəkdi, mələkləri dəvət elədi ora. Bütün mələklər İmam Hüseyni o halda müşahidə elədilər. Gördülər ki, qumun üstünə yarasından qan axa-axa Allahı zikr eləyir. Ya Rəbbi, Ya Rəbbi deyir. Onu gördükləri halda Allah mələklərə dedi ki, bax yadınızda da vaxt demişdiniz ki, niyə yaradırsan insanı qan tökəcək? Bax belə də insanlar var. Bu bir dənəyə görə qoy yüzlərlə də kafirlər də nəfəs alsın. Eybi yoxdur. Bağda bir dənə gülə görə tikanlar da görsən o gülün hesabına yaşayarlar. Allah da İmam Hüseyni onlara göstərdi, dedi ki, bax bu bir dənə bəndəyə görə layiqdir ki, yüzlərlə, minlərlə kafirdən nəfəs alsın, eybi yox. Bəzən belə mömin bəndələr də var, təkcə İmam Hüseynə aid deyil, bu bizim içimizdə də ola bilər. Ki Allah mələklərinə baxa fəxr eləyə. Bir gün qismət olsa biz baxarıq o hədislərdən sizə deyərik, o hədislər ki, o bəndələrin adı sayılır. Hansı bəndələrə Allah fəxr eləyir? Neçə dənə adam var? Biri də o günah eləməyən cavanlardır. Günah eləməyən gənclər, cavanlar Allahın fəxr eləməyi üçün səbəbdirlər mələklərin huzurunda. Allah o cavanlar ki, günaha göz yumurlar, günahdan qaçırlar, Allah ən sevimli bəndələri olardı.
Allah onların vücudu ilə fəxr eləyir mələklərin yanında. Bu böyük iftixardır insan üçün. Cavanın çünki günah eləmə imkanı çoxdur. Amma özünü günahdan qaçırdırsa, uzaqlaşdırırsa, Allah da ona baxır və fəxr eləyir. İmam Baqir əleyhissalamdan hədis var ki, bizim şiyələrimizdən biri 100 bin nəfərli bir şəhərdə yaşasa, ondan təqvalı adam olsa, o bizim şiyəmizdir. 100 binin içində gərək hamıdan təqvalı ola. Peyğəmbər daha sonra əleyhissalama belə deyir: heç zaman xəyanət eləmə, əmanətə riayət elə. Yəni bizə də deyir bu sözü. Əmanətə riayət eləyin. Sizə biri əmanət qoydusa, ona xəyanət eləməyin. Möminliyin nişanəsi budur. İmam Sadiq buyurur ki, birinin rükusuna, səcdəsinə baxmayın. Deyəsən filan kəsin rükusu uzundur, səcdəsi uzundur. Bundan adamlara qiymət verməyin, İmam Sadiq buyurur. Bu adət üzrə də ola bilər. Adət halalar bunu eləyər. Siz birini yoxlamaq istəsəz imanını, düzdür adamı sınamaq yaxşı şeydir. Amma məqam çatanda Allah özü göstərir. Yəni istəyirsənsə birinin imanını tanıyasan, onun üçün bax gör, iki şeyə bax. Bir bax gör yalan danışır ya yox. Dilində yalan yoxdursa bu imanın nişanəsidir. Bu gözəl. İkincisi də bax gör əmanət veriləndə əmanətə xəyanət eləyir yoxsa yox. Əgər dili düzdürsə, əmanəti də sahibinə necə verilib elə də qaytarırsa, onda o mömindir. Namaz da rükü ilə, səcdə iləndir. O rükü səcdə adət kimi də ola bilər. Əli əleyhissalam buyurur ki, daha doğrusu İmam Sadiq əleyhissalam buyurur ki, Əli əleyhissalam Peyğəmbərin yanında o məqama çatmasının iki səbəbi vardı. Bir doğruçuluğu idi, bir də əmanətə riayət eləməsi. Görün nə dərəcədə mühüm məsələlərdir bunlar. Əbu Zər deyir ki, mən Peyğəmbərdən eşitdim ki, insan siratdan keçəndə iki şey dayanacaq siratın başında. Ona kömək eləyəcək siratdan keçməyə. Biri silə-i rəhmdir, yəni qohumları ziyarət eləmək. Biri də ki, əmanətə riayətdir. Kim bunları eləyibsə, onlar onu keçirdəcək siratdan. Kim yox, əmanətə xəyanət eləyibsə və yaxud yaxın qohumları ilə əlaqəsini kəsən adam olubsa, o zaman o siratdan cəhənnəmə düşəcək, siratdan cənnətə keçə bilməyəcək. İmam Səccad əleyhissalam, İmam Hüseynin oğlu, İmam Zeynul Abidin əleyhissalam buyurur ki, o qılınc ki, mənim atam Hüseyni o qılıncla öldürdülər. Atam Hüseynin qatili gələ o qılıncı mənə əmanət verə, ona da xəyanət eləmərəm. İmam Hüseyni öldürən qılıncı, qatil gətirə qoya mənim yanımda əmanət, o əmanəti sahibinə qaytararam, necə ki, verib elə də qaytararam. Da bundan o yana elə bilirəm ki, da söz yoxdur. Peyğəmbər buyurur, kim ona verilən əmanətə xəyanət eləsə, o mənim ümmətimdəndir. Allahla görüşdüyü zaman elə görüşəcək ki, Allah ona qəzəblidir. Və sonda bir nöqtəyə işarə edirəm. O nöqtə budur ki, əmanət təkcə puldur. Din də bizə əmanətdir. Quran buyurur ki, biz əmanəti insana verdik, əmanəti qəbul elədi. Bu əl də bizə əmanətdir, bu göz də bizə əmanətdir. Harama göz baxırsa, deməli o əmanətə xəyanət eləyir. Qəlb də əmanətdir. Əgər qəlbdə Allahdan başqa, Allahın sevmədiyi şeylərin məhəbbəti varsa, biz o əmanətə də xəyanət eləmişik. İki şey sizə əmanət verirəm, Peyğəmbər buyurdu. İnni tarikum fikumus səqələyn, Kitabəllah və itrəti. İki əmanət qoyub gedirəm sizə. Bir Allahın kitabı, bir də mənim əhl-i beytim. Bu iki əmanəti qoruyun. Necə qoruyaq? Əmanəti qorumağın mənası nədir? Quranı öpək, gözümüzün üstünə qoyaq. Evimizdə saxlayaq. Əhl-i beyt deyə İmam Hüseynə qurban olun. Əleyhissalama qurban. Əmanətə riayət budur. Əmanətə riayət budur ki, Quran hökmlərinə əməl eləyəsən. Əhl-i beytin buyurduqlarına əməl eləyəsən. Elə bilməyək ki, məğrur olmayaq, əlinin məhəbbəti ürəyimizdə var, da biz cənnətdir. O bizi məğrur eləməsin. İndi var əlinin məhəbbəti, amma günah elədikcə o məhəbbət ürəkdən çıxır. Nə qədər insanlar olub ki, Əleyhisselamın tərəfdarı olub, amma günah nəticəsində sonra düşmən olublar. Bir nəfər vardı, onu xəlifə çağırdı, dedi ki, mənim qaziliyimi qəbul elə, yəni mənim hökumətimdə qazı işlə. Bu da dedi ki, yox, mən onu qəbul eləyənmərəm, sənin zülmünə şərik olmaq istəmirəm. Mən neçə dəfə bunu danışmışam, o Bəhlulun
Çox maraqlı söhbətlərindən biri də bu idi ki, gəlmişdi bir gün Harunun taxtında oturmuşdu. Bəhlulu buraxırdılar Harunun sarayına. Gəlib oturmuşdu Harunun taxtında, məmurlar gəlib görürlər ki, xəlifənin taxtında Bəhlul oturub. Gəlirlər bunu qamçı ilə döyə salırlar taxtdan. Ki, yeri bilsən, gəlib xəlifənin taxtında oturmuşsan. Bəhlul oturub sarayın bir küncündə ağlayır, ucadan ağlayır. Harun daxil olur içəri, gəlir Bəhlulu sakitləşdirir, deyir, dayı sən səhv eləmirsən, çıxmısan orada oturmuşsan, eybi yox, sənə bir-iki dənə qamçı dəyib, dayı bağışda da nahaq yerə sən öz yerində oturmadın, gəldin xəlifənin yerində oturdun. Harun özü deyir Bəhlula. Bəhlul da cavab verir ki, mən öz günümü ağlamıram, sənin günü ağlayıram. 5 dəqiqə mən zülm taxtında oturdum, mənə bu qədər qamçı dəydi. Bir ömür sən oturmuşsan, gör sənə nələr dəyəcək orada. Mən sənin günü ağlayıram. Bu bir zarafatdır, amma böyük məna var bu şeydə. Qiyamət günü ən çətin vəziyyətdə olan şəxs zalim hakimlərdir. Və buna da təklif eləyir ki, gəl mənim hökumətimdə qəzavətlə məşğul ol. Bu da deyir ki, mən qəbul eləmirəm bunu. Sonra deyir ki, 3 şeydən birini qəbul eləməlisən. Ya o övladlarıma dərs deyəcəksən, ya qəzavət məqamını qəbul eləyəcəksən, ya da ki, bir dənə nahar süfrəsinə səni çağırıram, bunu yeyəcəksən. Bu fikirləşirdi, qəzavət olmaz. Övladlarına da mən buna dərs versəm, bunlar düz adamdır. Bu elmindən pis məqsədə istifadə edəcək. Yaxşısı budur, bir dənə naharla canımı qutarım. Nahar nə nahar? Oturur, gətirirlər, tökürlər o yeməklərdən, ləzzətli yeməklər, bu başlayır iştahla yeməyə. Aşpaz oradan baxır, xəlifənin aşpazı deyir, and olsun Allaha, day bu nicat tapmayacaq. Bu ki bunu yedi. Haram ki girdi içəri, day o əlinin məhəbbəti olmayacaq. Doğrudan da elə olur. Sonra qəzavəti də qəbul eləyir, uşaqların da dərsini deyir, ömrünü də batildə keçirdir, elə də dünyadan gedir. Haram insanı bu vəziyyətə gətirir, çıxardır. Bir adam haram tikə yiyirsə, ya əlinin məhəbbəti qalacaq ürəyində, ya o haram. Ya onu tərk eləməlidir, ya bunu. İkisindən birini seçməlidir. İmam Hüseyin əleyhissalamın qarşısında dayanan qoşun, Yezidin qoşunu. Onlar əvvəldən düşmən deyirdiler. Onların çoxu Əhl-i Beytin dostları idilər. İmam nəsihət eləyir, deyir, məni tanıyırsınız, mən kiməm? Deyir ki, mən Peyğəmbərin oğluyam, Zəhranın oğluyam, mən filankəsəm, məni tanıyırsınız, əynimdəki bu əba Peyğəmbərin əbasıdır, qılıncın filankəsin qılıncıdır, əmmamə Peyğəmbərindir, siz görmüsünüz, eşitmüsünüz, mən Peyğəmbərin qucağında böyümüşəm, Peyğəmbər buyurub bu cənnət cavanlarının ağasıdır, bütün bu şeyləri sayır, deyir, bunları eşitmüsünüz, deyirlər, bəli. Deyirlər, amma susuz can verməyincə səndən əl çəkməyəcək. İmam orada bir söz deyir, siz o qədər haram yemişsiniz ki, haqq söz sizdə təsir qoymur. Səbəb kimi haramı, günahı göstərir. Biz də bu əmanət ki, əleyhissalamın vilayətini bizə veriblər, biz elə bilməyək ki, bu bizim nicat tapmağımıza səbəb olacaq. Yəni, əməlsiz. O qəbrin sıxıntıları var. Görürsən, imtihanda insan görürsən, oxuduqlarının hamısını yadından çıxardır. İmtihan məqamında hamısını unudur. Biz onu elə yazmalıyıq ürəyimizə ki, orada yaddan çıxartmayaq. İnsanlar var, dili topuq vuracaq, onu deyənməyəcək. Hədislərdə var, bir dəstə insan cəhənnəmdə olacaq, Peyğəmbərin adını yaddan çıxardacaqlar. Nə qədər istəyəcəklər Peyğəmbəri çağırsınlar, olmayacaq bu. Əzabın içində qalıb təmizlənəndən sonra birdən deyəcəklər, ya Muhammed, Peyğəmbəri çağıracaqlar, ondan sonra nicat tapacaqlar. Odur ki, bu əmanətə riayət məsələsi təkcə 5 manat, 10 manat yanında pul qoyulub ona yox. Din də, İslam da özü bir əmanətdir, Quran da əmanətdir, Əhl-i Beyt də əmanətdir və bu əmanətlərə riayət edən şəxslər inşallah qiyamət günü nicat tapacaqlar. Allahümmə inna nəs'əlükə və nəd'uk bismillah.